xalqım. Yeni İctimai Nəzarət TV-nin general direktoru Yusubova Samirə, Saratov şəhərindənəm. Azərbaycan millətimizdən, dəyərli insanlarımızdan məni belə bir ailə ilə tanış elədi ki, belə bir çətinlikdə yaşayan Azərbaycan millətimiz var. Sona xanım özü Gədəbəydəndir, yoldaşı Tovuz rayonundandır. Neçənci ildə gəlibsiniz Sona xanım bura? 2005 var, 2005'te. 2005 Gördüğünüz kimi şəraiti Sona xanım 2005'dən buradadır, rus dilində bilmir, savadsız, sənədsiz bir qadındır, bir xanımdır. Yoldaşı bura vətəndaş olmağına baxmayaraq ağır xəstədir, yoldaşının qulluğundadır, 18 yaşında bir oğlu var. Onlar ailəvi oraya keçə bilmirlər, o yüzden ki burada müharibə gedir, oğlunun 18 yaşı var. Qranitsiyaya keçə bilməz, vətəninə qayıda bilməz. O yüzden də ana sənədsiz, savadsız burada qalır. Bizim də belə bir köməyimiz var ki, Azərbaycanda Yeni İctimai Nəzarət TV-nin baş rəisi, direktor olan Şəfalət Əskərov sizdən xahiş edirəm, kömək edəsiniz. Bizim Rüstəm doktor orada müraciət edəsiniz, bu xəstənin xəstəliyinin davamını, müalicəsini Bakıda görək. O yüzden onun qohumları var, qardaşı, bacısı var. Adınız nədir? Nəbi. Nəbi danışa bilmir, neçə dəfələrlə infarkt, insult keçirdib, onkologik xəstəliyi var. Artıq burada da balnitsada götürmürlər, qəbul etmirlər. Ev şəraitində deyirlər saxlayın. Ev şəraitində gördüyünüz kimi balaca bir Rusun təmizliyi olmayan, şəraiti olmayan bir komnotadır, kommunalkadır. 3 nəfər xəstə bir ata bu yerdədir. O yüzden bu xəstə ata Əli istəyir ki, vətənə getsin. Azərbaycana getmək istəyirsən? Gedir tağlayın. Azərbaycana getsin. Gedirsən öz vətənə, orada müalicə alırsan, qardaşın, bacın sənə baxacaq. Sonra da sənin yanındadır. Gebayın. Gedir Zabratqaya. Hə. Psixolojik durumu da var. O yüzden xahiş edirəm hər kəsdən bu insana kömək göstərəyin. Xətiyə bunun yol pulusunu, biletini, imkanı olan insanlardan da burada xahiş eləyəcəm. Bu atanı Azərbaycana yola salaq. Burada çox çətindir vəziyyət. Sağ olsun, burada olan insanlarımız Ağcabədi rayonundandır. Sevinç xanım, Sevinç Quliyeva. Adınız nə oldu? Arastun qardaş öz Ağcabəddəndir. Onun da çox köməyi dəyir bu ailəyə. Artıq 3-4 aydır ki, bu ailəni yeməyinlə, produktunla, meyvəsinlə, hər bir şeyinlə təmin edirlər. Niyazi öz qardaşımızdan, dəstəklərini Niyazi. göstərirlər. Bir də ki, Niyazi qardaş. Niyazi qardaş. Hər kəs Her Azərbaycanlılar, indi bir neçəsinin adını mən bilmirəm. Bu günlərin məndən xahiş edəcək, kömək edeyim. Mən də əlimdən gələn qədər köməyi dəstək olacam. Mən özüm də balnitsada tibb işçisiyəm. İndi bunun kartoçkalarıyla da maraqlanıb bütün xəstəliyinlə dərindən məlumat verəcəm. O yüzden də sağ olsun Azərbaycan millətimiz ki, burada var, adlarını mən bilmirəm. Bakalım siz bilirsiniz adlarını ki, dəstək olurlar. Bunun kirayə pulusudur, qaldığı bu evin puludur. Sona xanım da bu çətinliklə üzləşib, gördüyünüz kimi Sona xanımı işləyə bilmir. Çünki əlinin sənəti yox, dil bilmir, o yüzden heç arada işləyə bilmir. Bu çətinliklə üzləşməyimizdə sizdən kömək istəyirik.